Uşaq vaxtı Azərbaycan filmlərinin izlənildiyi, Azərbaycan ədəbiyyatının oxunduğu bir mühitdə böyüməmişdim. Kitab oxumağa başladığım ilk dövrlərdə öz yazıçılarımızdan detektiv yazarları ilk oxumağa başlamışdım. Orada da demək olar ki, digər bütün yazıçılar kimi eyni sıxıcı sujetlərlə qarşılaşmışdım. Yəni, daha çox müəyyən hadisələrdən danışılırdı. Amma Azərbaycan xalqı, mədəniyyəti, kimliyi ilə bağlı dolğun bir məlumata rast gəlməmişdim. Bu da məni xarici, dünya ədəbiyyatına yönəltmişdi. İlk gənclik dövrlərimdə bunun əksiliyini hiss etməyə başladım. Gördüm ki, oxuduğum kitablar, izlədiyim filmlər sayəsində istər Rus, istər Amerika və yaxud Yapon mədəniyyətinə öz xalqımın mədəniyyətindən, keçmişindən daha çox bələdəm. Amma mən Amerikada yaxud Rusiyada yaşamırdım. Mən Azərbaycanlı idim və Azərbaycanda yaşayırdım. Ətrafımda isə hər gün Amerikalı yox, Azərbaycanlı görürdüm. Və mən bu millətin içində yaşasam belə, ən çox elə bu millətə yad hiss edirdim özümü. Yadlığıma səbəb olan ən önəmli faktor isə o idi ki, həm orta, həm ali məktəbdə, həmçinin müxtəlif intellektual çevrələrdə daima ucaldılan bir Azərbaycan milləti görürdüm. Ağıllı, cəsarətli, sözünün əri, istedadlı. Amma mən bunun nümunəsini ətrafımda görə bilmirdim. Çox nadir hallarda bir ulduz kimi parlayan müəyyən personajlar olurdu. Onlara baxıb, həqiqətən bu millətə olan inancın, sevgin artırdı. Amma o ulduzlar günəşin doğması ilə yox olurdu. Bizim millət isə gecəni oyaq qalmağı çox da sevmir. Daha çox gündüzlərin millətiyik biz. Sanki bir muzeyə girirsən, hər şey çox qiymətli, müqəddəs, qeyri-adi, amma nə qədər muzeydə vaxt keçirə bilərsən ki? Axı, səni çöldə gözləyən bir reallıq var. Və sən əgər düşünən bir insansansa, zamanla səndə belə bir sual yaranır. Bu muzeydə sərgilənən şeylər də bir dövrün reallığı olub əslində. Bəs nə baş verib ki, indi o tarixə qarışıb, reallıq olmaqdan savayı bir vitrinə çevrilib? İnsanların sadəcə boş vaxtlarında gəlib izlədikləri, amma gedərkən qapının astanasında tulladıqları bir gerçək. Bu fikirlərlə sən qərara gəlirsən ki, bu muzeyin reallıq olduğu dönəmlərə də səyahətə çıxasan. Mən də bir gün qərara gəldim ki, Azərbaycan ədəbiyyatına və filmlərinə bir səyahətə çıxım. Bu səyahətdə müxtəlif yazıçıları oxumağa, köhnə Azərbaycan filmlərini izləməyə başladım. Həqiqətən də fərqli bir mühitlə rastlaşmışdım. O, dillərə dastan olan, muzeylərdə sərgilənən maraqlı bir mühit. Bu səyahət əsnasında qarşılaşdığım bir çox məqam olsa da, ən vacib hesab etdiyim və ilk diqqətimi çəkən şeylərdən biri nə döyüş səhnələri idi, nə də qəhrəmanlıqlar. İlk diqqətimi çəkən Azərbaycan qadını faktoru idi. Həm ədəbiyyatda, həm də filmlərdə oxuduğum, izlədiyim qadın modeli ilə günümüzdə rastlaşdığım qadın modeli arasında uçurumlar qədər fərq var idi. Sanki bu mərhələdə ən çox Azərbaycan qadını degradasiyaya uğramışdı. Çünki nə müharibələr, nə də qəhrəmanlıqlar tam mənada yox olmamış, sadəcə üslubunu dəyişmişdi. Amma ortada itibat olan bir şey var idi. O da bir vaxtlar var olan, amma indi hətta muzeylərdə belə sərgilənməsi mümkün olmayan bir Azərbaycan qadını modeli. Bu videoda da sırf bu mövzuda danışmaq istəyirəm. Azərbaycan qadınına nə oldu? Təhlilə başlamazdan əvvəl özümüzü təkzib etməyi bacarmalıyıq. Çünki insan beyni keçmiş həmişə olduğundan daha gözəl, estetik və idealizə edilmiş görməyə meyillidir. Buna psixologiyada cəhrayı retrospeksiya deyilir. Bunun bir illüziya olub olmadığını yoxlamaq üçün ədəbiyyat və kinomuzun qızıl dövrü dediyimiz dövrlərdəki qadın modelinin real statusuna və bugünkü halına baxmalıyıq. ...1901-ci ildə Hacı Zeynalabidin Tağıyevin açdığı Aleksandra Qızlar Məktəbi ilə başlayan dalğa, 1918-ci ildə Şərqdə qadına seçmək və seçilmək hüququ verən ilk ölkə olmağımızla nəticələndi. 1920-1930-cu illərdə Sovetləşmə ilə bu məcburi kütləvi savadlılığa çevrildi. Cəfər Cabbarlının Sevil piyesi sadəcə bir teatr hadisəsi deyil,
Qadınların tamaşadan çıxıb çadralarını küçədə atdıqları real bir sosial hərəkatın katalizatoru idi. 1970-1980-ci illərdə Azərbaycan Qadını Elmlər Akademiyasında, tibbdə, kinoda idarəedici və fərdi iradəsi olan qüvvə idi. Amma son 10 illiklərin sosioloji tədqiqatları göstərir ki, qadınların ali təhsildəki sayı artsa da, qərarvermə mexanizmlərində təmsilçilik faizi kəskin şəkildə aşağıdır. Həmçinin erkən nikahlar və qızların yuxarı siniflərdə təhsildən yayındırılması Sevil dövrünün qazandığı statusun bir baxma geriyə getdiyini göstərən rəsmi statistik reallıqdır. (1960-1970-ci illərin filmlərinə baxaq. Dəli Kür, Şahnigar xanım, fəlsəfi dərinliyi və kişiyə meydan oxuyan duruşu var. Təxminə. Təminə cəmiyyətin tabularına, burjuya əxlaqına qarşı tək başına duran, azad, intellektual qadın idi. Bu da müasir incəsənətdə Azərbaycan qadını. Sizcə mən cənnətliyəm, yoxsa cəhənnəmliyik? Özür qəşəng ağlaşman var ha. Məncə mən yaxşı ağlamıram, siz qəşəng ağladırsınız. İstəsən boş vaxtlarında sənə o təcrübədən keçərəm, ağladardım səni. Yaxşı, onda nömrənizi götürüm. Amma göz yaşlarıma rəhminiz gəlməsin. Son 20 ildə çəkilən kütləvi Azərbaycan seriallarına və filmlərinə baxdıqda qadın obrazının 90% iki yerə bölünür. Ya mərdimazar, intriqa quran gəlin qaynana, ya da məzlum, döyülən, iradəsiz xanım. Ədəbiyyat və kinoda qadının intellektual, fəlsəfi və fərdi mövcudluğu demək olar ki, sıfırlanıb. Bu gedişatı daha aydın görə bilmək üçün onu xronoloji ardıcıllıqlara bölək. Bu dövr qadının cəmiyyətə bərabər hüquqlu fərd kimi daxil edilməsi üçün ədəbiyyatın silaha çevrildiyi dövrdür. Cəfər Cabbarlının Sevil və Almaz pyesləri. Sevil obrazı sadəcə evdən qaçan qadın deyil, o Moskvada təhsil alıb geri dönən, öz hüquqlarını qoruyan, kitab yazan bir ziyalıdır. Almaz isə kəndə tək başına gedib feodal qanunlara, qolçomaqlara qarşı duran bir müəllimdir. 1929-cu ildə Sevil filmi nümayiş olunanda Bakı teatrlarının və kinoteatrlarının qarşısında qadınlar çadralarını kütləvi şəkildə atırdılar. Azərbaycan Tarixi Muzeyinin arxiv sənədlərinə görə həmin pyesin təsirindən sonra təkcə Bakıda bir neçə ay ərzində mindən çox qadın çadradan imtina etdi və savadlandırma kurslarına yazıldı. Bu ədəbiyyatda 60-cılar nəslinin gəlişi ilə qadının ideoloji alət olmaqdan çıxıb fəlsəfi dərinliyi və daxili dünyası olan bir fərdə çevrildiyi dövrdür. İsmail Şıxlının Dəli Kür romanındakı Şahnigar xanım obrazı. O, Cahandar ağanın rəsmi arvadıdır, lakin onun qarşısında əyilmir. Mülk idarəçiliyində, fəlsəfi mühakimələrində və şəxsiyyətin qorunmasında tam bir arxetipdir. Digər tərəfdən Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsi romanı və onun əsasında çəkilmiş Təxminə filmi. Təxminə intellektual, sərbəst yaşayan, cəmiyyətin burjua, meşşan, namus anlayışını qəbul etməyən, tək başına mühitə meydan oxuyan qadındır. O oxuyur, mühakimə yürüdür, caz dinləyir və daxili azadlığını heç nəyə dəyişmir. Müasir yerli televiziyalara və kütləvi istehsal olunan seriallara baxdıqda bu obrazların harda etdiyini görürük. Son 15 ildə Azərbaycanın top reytinqli yerli seriallarının məzmun analizi göstərir ki, qadın personajları demək olar ki, heç bir fəlsəfi, elmi və ya sərbəst sənət fəaliyyəti ilə məşğul olmurlar. Onların sujet xətti yalnız evdə xəyanətə uğramaq, qaynana gəlin intriqaları, ailə qurmaq üçün edilən manipulyasiyalar üzərində qurulub. Təxminənin oxuduğu fəlsəfi kitabların yerinə müasir ekran işlərində baxıcılar, dedikodular və maddi asıllıq dramları alıb. Bu, mədəniyyətdə qadın modelinin tam bir struktur degradasiyasıdır. Bu, primitiv, ötər yanaşılısı bir məsələ deyil. Bu, bir cəmiyyətin onurğa sütununun yavaş-yavaş yeyilməsi deməkdir. Əgər bu bir degradasiyadırsa, o birdən-birə baş verə bilməz. Bunun konkret tarixi, iqtisadi və ideoloji səbəbləri ani olmalıdır. Bəs Azərbaycan qadını bugünkü halına gələnə kimi hansı mərhələlərdən keçdi?
Mədəniyyətdəki bu çöküş göydən düşmədi. Bunun arxasında 1990-cı illərdə başlayan və bu gün də davam edən 3 fundamental sosioloji və iqtisadi səbəb dayanır. Sovet İttifaqı dövründə qadının savadlanması və işləməsi dövlətin xüsusi kvotaları və məcburi siyasəti ilə qorunurdu. 1991-ci ildə müstəqillik qazanıldıqdan sonra iqtisadiyyat kollapsa uğradı. Zavodlar, fabriklər bağlandı. Elmi müəssisələrin maliyyələşməsi kəsildi. Qadınların ən çox çalışdığı sahələr ən az maaş verən sahələrə çevrildi. Dövlət artıq qadının statusunu məcburi qorumurdu. Yaranan vəhşi kapitalizm mühitində qadın iqtisadi cəhətdən sağ qalmaq üçün yerdən kişidən asılı vəziyyətə düşdü. Azadlıq lüksə çevrildi. Yerini praqmatizm aldı. Yəni evlənmək, sığınmaq. Bakı 1960-1970-ci illərdə kosmopolit, çox mədəniyyətli və sekulyar bir şəhər mühiti formalaşdırmışdı. Təxminənin və Zaurun gəzdiyi Bakı. 1990-cı illərdə Qarabağ müharibəsi səbəbindən 1 milyona yaxın qaçqın və məcburi köçkün dalğası, həmçinin rayonlardan paytaxta kütləvi iqtisadi miqrasiya baş verdi. Bakının intellektual elitasının böyük hissəsi isə ölkəni tərk etdi. Nəticədə şəhər öz mədəniyyətini gələnlərə diktə edə bilmədi. Əksinə, gələn kütləvi mühafizəkar və patriarxal kənd mentaliteti şəhəri özünə uyğunlaşdırdı. Bu sosioloji hadisə elm dünyasında şəhərin kəndləşməsi adlanır. Qadının sərbəstliyinə şəhərli baxışı yerini məhəllə-kənd namus anlayışına buraxdı. Müasir Azərbaycan qadını modeli iki fərqli gözlənti arasında gedib gələn bir xətt üzrə hərəkət edir. Birinci gözlənti belədir. Ev işlərini görməli, uşaq böyütməli, bakirə və namuslu olmalı, kişinin ailənin rəyinə tabi olmalıdır. İkinci gözlənti belədir. Eyni zamanda Instagramda mükəmməl görünməli, bahalı geyinməli, estetik baxımından qüsursuz olmalı, brendlərə sahib olmalıdır. Bu iki təzadlı təzyiq altında qalan müasir Azərbaycan qadını fəlsəfi dərinlik qazana, azad və intellektual ola bilməz. Çünki onun bütün enerjisi bu iki amansız tələbin arasında sağ qalmağa və iki tərəfə də özünü bəyəndirməyə sərf olunur. Sosiologiyada və inkişaf iqtisadiyyatında təkzib olunmaz bir qanun var. Bir cəmiyyətin tərəqqi və ya degradasiya surəti onun qadınlarının intellektual statusu ilə düz mütənasibdir. Gedişat davam eləyərsə, cəmiyyətin ümumi intellektual səviyyəsi kəskin şəkildə aşağı düşəcək. Bu subyektiv qorxu deyil, sosiologiyanın riyazi reallığıdır. Qadın sadəcə sağ qalmaq ssenarisiyle yaşayanda özü də amansızlaşır. Maddi maraqlar, kim nə dedi baskısı, Instagram vitrinində bir digərini əzmə instinkti qadını empatiyadan uzaqlaşdırır. Nəticədə yaxın gələcəkdə bizi daha da kobudlaşmış, küçələrində empatiyanın, nəzakətin və sənət estetikasının tamamilə yox olduğu, hər kəsin bir-birinə potensial düşmən kimi baxdığı əsəbi cəmiyyət reallığı gözləyir. Birinci növbədə maarif lazımdır Azərbaycana. Əsrlər boyu xalqı nahaq qırğına veribdir. Xalq maariflənsə hər şey öz-özünə düzəlir. Avazın yaxşı gəlir.